Dövlət İmtahan Mərkəzinin Kimya 2023-cü il test toplusundan mis alınması xassələri birləşmələri mövzusundan 33-cü suala baxırıq. Şərtdə deyilir, mis və 2 mol mis 2 nitratdan ibarət qarışıq oksigen mühitində közərdilir. Reaksiyalar başa çatdıqdan sonra bərk qalığın kütləsi başlanğıc qarışığın kütləsinə bərabər olarsa, İlkin qarışıqda neçə qram mis olmuşdur? Gəlin baxaq. Burada iki reaksiya gedir. Birinci reaksiyada misin oksigende yanma reaksiyası, ikinci reaksiyada isə mis nitratın parçalanma reaksiyası. Bu reaksiyaları yazırıq. Demək, misin oksigende yanma reaksiyası və mis nitratın parçalanma reaksiyası. Və görürük ki, hər iki reaksiyadan mis 2 oksid alınmışdır. Bizdə şərtdə nə deyilir? Şərtdə deyilir ki, reaksiya bitəndən sonra bərk qalığın kütləsi başlanğıc qarışığın kütləsinə bərabər olur. Deməli, reaksiya bitəndən sonra qalan bərk qalıq mis 2 oksiddir. Şərtdə bizə verilib ki, 2 mol mis 2 nitrat götürülmüşdür. Və biz reaksiyaya baxırıq. 2 mol mis nitrat götürüləndə burada 2 mol mis 2 oksid alınır. Yəni bərk qalıq burada 2 moldur. Və 2 mol olduğuna görə 1 molun molekul çəkisi 80 qramdır. 2 mol molekul çəkisi isə olacaq 160 qram. Nə qədər mis götürdüyünü isə bilmirik. Onun molunu isə x götürəcəyik və burada alınan mis oksid də x olacaq. Gəlin bu deyilən şərtə uyğun tənlik quraq. Demək, bizim başlanğıcda x mol misimiz var və 2 mol mis nitratımız var. Mis 2 nitratımız var. Sonda isə mis 2 nitratın parçalanmasından alınan 2 mol mis 2 oksidimiz var və misin oksigende yanmasından alınan bilinmir nə qədərdir? X mol mis oksidimiz var. Beləliklə bunları nəzərə alaraq belə bir tənlik qururuq. 64 vurulsun x mol bilmirik də nə qədərdir. Üstə gələk 2 vurulsun 188. Yəni burada 188 mis 2 nitratın molekul çəkisidir. Bu başlanğıc maddələrin molekul çəkisidir. Bərabərdir. Sonda nə alınmışdı? Mis oksid alınmışdı hər iki reaksiyadan. Bir reaksiyada bilinmir. Ona görə yazırıq x vurulsun 80. Mis oksidin molekul çəkisinə vururuq mol sayını x götürərək və 2 vurulsun 80. Bu isə mis 2 nitratın parçalanmasından alınan 2 mol mis oksiddir ki, bunu biz artıq bilirik. Beləliklə, biz burada məchulu tapa bilərik. Məchulu tapmaq üçün tənliyi həll edirik. Və beləliklə, məlumlar bir tərəfə, məchullar bir tərəfə və hesablayırıq ki, 376 çıxaq 160 bərabərdir 16x-a. Buradan isə x-i hesablayırıq. Məlum oldu ki, misimiz 13,5 moldur. Və beləliklə, biz bu tənlikdə əsasən bunu yerinə qoymuşduq. 13,5 molu da misin molekul çəkisi, atom çəkisinə vururuq. 13,5-i vururuq 64-ə və tapırıq ki, 864 qram mis. Demək, bizdən nə soruşurdu? Soruşurdu ki, ilkin qarışıqda neçə qram mis olmuşdu? Biz tənliyi həll eləyəndən sonra, misin mol sayını tapandan sonra məlum oldu ki, ilkin qarışıqda 864 qram mis olmuşdur. Beləliklə, bu məsələni də belə həll etdik.